Bütün bizi izləyənləri salamlayıram. Ən çox suallar gəlir ki, necə oyunçu almalıyıq? Bazara daxil olursunuz. Axtarış yerində məsələn sol kənar istəyirsiniz. Pozisiyanı seçirsiniz sol kənar. Buradan onun dərəcəsini artırırıq oyunçunun. Axtarışa daxil oluruq. Baxın, sol kənara. Bax, burada gördüyünüz kimi başda Diazın kartı gəlir. 112'dir, 4 milyard 880 milyon. Daxil oluruq Diazın kartına. Bax, burada gördüyünüz kimi Diaz 123 ilə qaçır. Driblingi 122'dir. Zərbəsi 110'dur. Görürsünüz ki, bu ruletdir və özəlliyinə daxil oluruq. Bax, çalışma oranı ofansif. Çalışma oranı defansif orta olsaydı daha gözəl olardı. Həm bu müdafiəyə qayıdıb kömək edən deməli sol kənar hücumçudur. Juniorun kartına daxil oluruq. Juniorda gördüyünüz kimi sürət yüksəkdir, dribling yüksəkdir, fiziki təmas bir dənə azdır, zərbəsi biraz azdır. Deməli, göy quşağıdır. Bu bəcəri topu özündən yuxarı qaldırır. Rəqibi baş üstünə keçməklə yəni şey edir. Amma bütün bəcəriləri eləyə bilir. 5 ulduzdur. Özəlliyinə daxil oluruq. Bu da müdafiəyə də qayıdır. Hücumda da yüksək oynayır. Eton kartına daxil oluruq. Etoda gördüyünüz kimi biraz sürət azdır. Zərbə normaldır. Fiziki təmas 91'dir. Gözəldir. Ruletdir. Yüksək orta. Bax, sol kənar hücumçusu belə olmalıdır hal-hazırda. Yüksək orta. Çalışın belə oyuncular alın. Rivaldo'ya da daxil olurum sizin üçün. Bunun ayağı 5-4'dür. Yenə bir daha deyirəm. Hər videoda demişəm. Sol kənar hücumçunun ayağı 4-5 olmalıdır. Çünki o sağ ayağı ilə zərbə vurur. Bunda bir dənə 4-5 olsaydı, bu da qəşəng olardı. Hal-hazırda gördüyünüz kimi bunun sürəti artıq geridə qalır. Rivaldo'nu yəni almağa dəyməz. Sentralni, bax, hücumçuya daxil oluruq. Sentralniyə. Ronaldo'nu hamı sevir. Bütün tanınmış oyuncudur. Yəni özü populyar ulduz oyuncu. Ronaldo'nun bax burada bu kartının sürətini az gətiriblər. 113'dür sürəti. Zərbəsi yüksəkdir. Driblingi ortada gördüyünüz kimi fiziki təması gözəldir. Ronaldo ruletdir. Yüksək düşük. Yəni ki, bu mərkəzə kimi gəlir. Ondan o yana qayıtmır. Bu da qəşəngdir. Pis deyil. Cruyff'un kartına daxil oluruq. Cruyff'da gördüyünüz kimi 119'dur. Sürət qəşəngdir. Zərbə qəşəngdir. Dribling qəşəngdir. Fiziki təmas da qəşəngdir. Ruletdir. Yüksək düşük. Sağ kənar hücumçu necə olmalıdır? Bax, sağ kənara daxil oluruq. Burada Gareth Bale'in kartı ilə qarşılaşırıq. İkon olduğuna görə qiymətdə gördüyünüz kimi bahadır. Çalışan oyunda ikon oyunculara üstünlük verir. Sürət 126, zərbə 112, dribling 119, driblingi də normaldır. 90'dır, ruletdir, yüksək orta. Həmişə çalışma oranı ofansif yüksək olmalıdır hücumçularda. Deməli, çalışma oranı defansif orta. Sağ kənar oyunculardır. Lamine Yamal'ı almaq istəsəz, bu oyuncuda fiziki təmas azdır, sürət normaldır, hal-hazırda dribling normaldır və yüksək orta. Almağa dəyər. Messi'nin kartına daxil oluruq. Messi'də burada aldadıcı sürət var. İndi göstərəcəm onu sizə. Baxın, 118 sürətli, dribling 125, yüksək, ən yüksək driblingli oyunculardan fiziki təmas normaldır. Rulet və Messi'nin kartı yüksək, düşük, gözəl. Burada özəlliklərində aşağıda driblingin altında gördüyünüz kimi top sürməsi çox yüksək gəlib hal-hazırda. 128. Salah'ın kartına daxil olaq. Salah gördüyünüz kimi 5-4'dür. Sağ kənarda oynayanın ayağın sol ayağı 5 olmalı mütləqdir. 123, 114, 123 dribling, fiziki təmas normaldır və Salah'ı da ala bilərsiniz sağ kənara, əgər sevənlər var. Qarinça niyə görə onlardan bir gen həm aşağıdır, həm də ki ayağı gördüyünüz kimi 4-5'dir. Artıq 4-5 oyuncunu almaq olmaz.
Daxil olaraq, bax, orta xəttin oyunçularına. Və birinci Moya daxil olaraq. Sentralni. Burada Ronaldinho görürsünüz ki, Zico'nun kartı da ondan eyni kartdılar hal-hazırda. Daxil olacaq. Ronaldinho'nun boyu qəşəngdir. Sürət qəşəngdir, dribling qəşəngdir. Ronaldinho'nun ayağı 5'də 5 olsaydı daha gözəl olardı. Ronaldinho sol kənarda gəlsəydi isə 4-5 o da gözəl olardı. Zico'nun kartı görürsünüz ki 113 sürətli, dribling 86 fiziki təmaslı, 5'də 5 ayaqdır. Bunun ən mənfi cəhətinin boyunun balaca olmağıdır. Kiməsə çıxıbsa bunu yəni bazarda almağa dəyməz. Əgər kiməsə çıxıbsa onu işlədə bilərsiniz. Virtsin kartına daxil olaraq. Virtsdə də gördüyünüz kimi 4-5 çalışın 5'də 5 oyunçular alalım. 5'də 5 oyunçular məsələn Cruyff. Cruyff'un kartına daxil oluruq. Sürət normaldır, dribling normaldır, fiziki təması azdır. Amma boyu qəşəngdir, 5'də 5 ayaq. Belə olmalıdır oyunçular. Yüksək düşük. Və Mo. Moda isə tərsinədir. Bax, Mateyson kartına daxil olacaq. Sürət normaldır. Defans normaldır. Ruletdir. 4 ulduzdur. Özəllikləri yüksək. Müdafiəyə də qayıdır, hücuma da kömək eləyir. Yaxşı olar ki, çalışma oranı ofansif orta olsun. Orta yüksək. Bax, belə olmalıdır. Orta yüksək. Beckham'in kartını yəni yenə də deyirəm, almağa dəyməz. Bu oyunçunun kartı bu hücuma meyilli oyunçudur. Ortadır. Bax, özü də gördüyünüz kimi ortadır. Bu yəni yaxşı pas verməyi bacarır. Bizə də lazımdır ki, mərkəzdə məsələn Ture'nin kartına daxil olacaq. Bax, Ture'də də problem nədir? Orta olmaqlardır hər iki tərəfin. Burada çalışma oranı defansif olmalıdır. Bu oyunçular sol sağ kənar oyunçuların qarşısını almaq üçün defansifi yüksək olmalıdır. Bellingham'ə daxil olaq məsələn. Bellingham'da gördüyünüz kimi yüksəkdir, müdaxilədən qaçılmaz, amma ayağa müdaxiləsi 106'dır. Defans 97'dir. Bu isə 97'dən 110 kartın yuxarı olmalıdır. Yəni Vieira'nın kartına daxil olun, sən onu göstərək. Vieira'da gördüyünüz kimi defans yüksəkdir. Vieira'da ən birinci problem bəzərinin 3 olmalıdır. Topu qaldıraraq koşur. Belə də problem deyil. 4-5 ayaqdır. Sol kənarın sağında işlətmək olar. Bax, hücuma da meyillidir. Bax, çalışma oranı ofansif yüksək. Çalışma oranı yüksək. Özəlliklərə daxil olursunuz. Oyunçunun yanında görürsünüz göy şey var. O burada. Göy düymə var. Gör düyməyə daxil olanda ki artıq özəlliyini göstərir. Əgər göstərməsə ilk görüşdə. Xavidir, Xabi Alonso'dur. Bunları almayın. Bunları heç bir zaman almağa dəyməz. Baxın, yüksəkdir, amma Xavi Alonso Vieira'dan çox geridə qalır. Sol kənar oyuncuları göstərək sizə, sol bekləri. Həmişə oyuncu alanda yüksək oyuncu almalı. Roberto Carlos'a daxil oluruq. Bu oyuncu kiməsə çıxıbsa götürüb işlətməyə dəyər. Sürət 122'dir. Ayağı 5-3'dür. Defans 108. Rulet yüksəkdir hər yerdə. Amma bu yaxşı olar ki, yenə də ofansifi orta olmalıdır ki, sol kənar oyuncuların qabağa çox getməsin. Zambrotta'nın kartıdır. Zambrotta'nın kartında sürət var, defans var, fiziki təmas normaldır və burada baxırsınız ki, hücuma meyilli oyuncudur, amma müdafiəyə qayıtmağa ortadır. Yəni bu oyuncunu almağa dəyməz. İşlədə bilən varsa da, yəni nə gözəl. Balde'nin kartıdır. Balde'də özəllik yoxdur, yüksək orta, almağa dəyməz. Hernandez'in kartına daxil olaq. 110 kartına. Yüksək orta. Biraz bax problemlər nədən irəli gəlir? Bunların yüksək orta söhbətlərindən. Bu kartda yüksək ortadır. Lizarazu'nun kartı bizdə var. Yüksəkdir hər yerdə. Bir dənə Lizarazu'da problem gördüyünüz kimi sürətin az olmağıdır. Mendy'nin kartına baxaq. Mendy yüksəkdir hər yerdə, amma özəlliyi yoxdur. Özəlliyi olsa daha gözəl olar. Roberto Carlos'un bu kartını ala bilərsiniz. Yüksəkdir hər yerdə.
Stoperlər mütləq necə olmalıdır? Bax, stoperlər. Maldini'nin kartına daxil olacaq. Sürət 109, defans 126. Gözəl bir kartdır. Görürsünüz, orta yüksək. Çalışma oranı stoperlərdə mütləq və mütləq orta yüksək olmalıdır. Mütləq. Yoxsa orta oyuncuları ümumiyyətlə almırsınız. Rudigerin kartına daxil olacaq. Yüksək. Bu oyuncunu almağa dəyməz. Türama daxil olacaq. Sürət gözəldir. Orta yüksək. Bunu işlətmək olar. Prosta bu sağ bek oyuncusu olduğuna görə bu biraz sağ bekə meyillidir. Van Dijk'ın kartına daxil olacaq. Orta yüksək. Belə olmalıdır. Bax. Ən yüksək kartları almalısınız artıq müdafiəyə. Kimi alın? Bax, Saliba'nı almaq olar. Bəli. Burada da orta yüksək. Sadəcə özəllik azdır. Özəllik nəyə deyirəm? Deyim biləsiniz. Baxın, Maldini'də olan özəlliyi var. Bax. Müdaxilədən qaçınmaz. Bax, mütləq bunu almalısınız. Oyuncularda bax. Cannavaro'nun kartına daxil oluram. Hamı da işlədir bugünkü sezonun müdafiəçilərdən biridir. Düşük orta. Bax, belə daha gözəl. Daha gözəl. Baxın. Yəni ki, mərkəz oyuncularımız irəli çıxmalı deyil. Baxın, Ferdinand'ın kartı. Gördüyünüz kimi Ferdinand. Bax, orta yüksək. Qaldı. Köhleri də ala bilərsiniz. Bax, bura. Ferdinand'dır, Köhler'dir, Kompany'dir, Cannavaro'dur. Ucuz və keyfiyyətli müdafiəçilərdir. Bunları ala bilərsiniz. Dalınca sağ bek. Sağ bekdə bu hal-hazırda biz 100.000 brilyantdan Carlos Alberto Torres'in kartını götürmüşük. Bunun mənfi cəhətini deyirəm, biləsiniz. Hər oyuncunun bir mənfi cəhəti var. Özəlliklərində gördüyünüz kimi çalışma oranı orta yüksəkdir. Yəni mən bunu götürmüşəm götürməyinə. İndi Cafu'nun kartına daxil olacağım. Cafu'da da gördüyünüz kimi yüksəkdir. Baxın. Cafu da qəşəngdir. Burada Carvaxalı kimsə əgər sağ beki yoxdursa götürə bilər. Maiconu ala bilərsiniz. Maiconda da yüksək olmalıdır, səhv eləmirəmsə. Yüksəkdir, baxın. Sağ bekləri yüksəkdir. Bax, müdafiəçini yenə də bir daha deyirəm. Daxil olanda çalışın, orta yüksək alın. Orta yüksək. Belə olmalı. Kunde'nin kartına daxil olacağım. Özəlliyinə daxil olacağım. Bax, yüksəkdir, müdaxilədən qaçınmazdır. Ulduz və keyfiyyətli sağ bekdir. Qapçılarda isə necədir vəziyyət? Qapçılarda bax, burada deyirəm. Bir daha. Qiymətinə görə qapçı almırsınız. Bu fon bugünkü gündə 112 yendir. Bu fon deməli, qarşı atak qapçıdır. Amma bugünkü gündə də ən yüksək qapçılardan biridir hələ ki. Yəni ki, yəqin ki, yeni etkinlikdə daha güclü qapçılar gələcək. Fonda ayaq 2-5'dir. Dayanıqlıq normaldır. 126 uçması var. Refleks qapçıdır. Pozisiyası 122'dir. Martinez də baxın, görürsünüz, ondan geridə qalır. Martinez ondan geridə qalır. 116, 115'dir. Schmeichel'in qapçı, təkə-tək qapçıları deyirəm. Schmeichel'dir. Lev Yashin'dir. Anla bilən qapçılar. Van der Sar'dır. Və Courtois'dır. Videonu izləyin axıra qədər. Like edin ki, növbəti videolarımız gəlsin. Oyuncu alınma belə olur.